Hücumun ilk günü İranın ali dini rəhbəri öldürüldü. Əli Xamneyi yalnız İranın ali baş komandanı, dövlətin faktiki rəhbəri deyildi. O, İrandan kənarda yaşayan bir xeyli şiə icmasının da bayraqdarı idi. Mən müharibənin ilk günü öldürülən ali baş komandan tanımıram. Bilirsiniz ki, təkcə o öldürülməyib, eləcə də silahlı qüvvələrin bir çox tanınmış simaları da aradan götürülüb. Hər nə qədər ali dini rəhbər Əli Xamneyinin ölümünü təmsil etdiyi cəryanın tərəfdarları uca şəhadət mərtəbəsi kimi qiymətləndirsə də, bunun ölümü dövlətin zəifliyini göstərən bariz faktdır. Doğrudur, ABŞ-İsrail koalisiyası önündə müqavimətsiz dayanan çox dövlətlər var, ancaq onlar İran kimi iddialı deyildilər. Və nəzərə almaq lazımdır ki, İran bu müharibəyə qəfil, hazırlıqsız yaxalanmayıb. Hazırki İran İslam rejimi quruluşu yarandığı, təməli atıldığı gündən 1979-cu ildən faktiki müharibəyə başlayıb. Yarım əsrlik bu soyuq, qanlı müharibə İranın İsraili yox etmək, yer üzərindən silmək siyasətini reallaşdıra bilmədi. Yarım əsrdə İran müəyyən inkişaf xəttinə çıxsa da, əhalisi ən azı onun resuna bərabər imkanları olan ərəb neft ölkələri kimi rifah görmədi. İndi bu qədər zərbələrdən sonra İran xalqına yaxın 50 ildə hədəflərə çatacaq deməklə onları inandırmaq olarmı? Mən inanmıram. Çətin. İndi İran özünün varlıq sualı altında qalıb. Onun özünün varlığı ağır suallar altına düşüb. Atılan bombaların səsi, qaldırılan toz, torpaq fonunda indi deyəcəklərim zəif görünəcək. Ancaq mübahisə və müzakirəyə hazıram. İnqilabın da, bugün baş verən müharibənin də kökündə demokratik prinsiplərin pozulması dayanır. İran İslam inqilabının dini ideoloji təməlləri hamımıza bəllidir. Amma o ideologiyanı şahın qudurğan, qeyri-insani idarə etməsi qalib etdi. İnqilaba qədər xalqın demokratik, dinc dəyişiklik istəyi mürtəci rejimlə neft kompaniyalarının birgə səyi nəticəsində boğuldu. İnsanların yerdən əli üzüləndə göylərə əl açılır. Çox təəssüf ki, qurulan İslam rejimi də insanların demokratik tələblərinə cavab vermədi. İran siyasi sistemi indi yaxşı ilə pis arasında yox, pis yoxsa daha pis seçim arasında qalıb. İran indi ya vilayət-i fəxr sistemindən, məktəbindən, İsrailin inkarı xəttindən imtina etməlidir ki, bu çox ağır qərardır, faktiki özünü inkardır. Beləliklə, bunları edərsə, o mütədil, yumşaq İslam dini rejimdə yaşayışını davam etdirə bilər. Ya da ikinci yol, daha radikal, israrlı yol, öz ideyalarına sədaqət, öz dəyərlərinə sədaqət göstərməkdir. Bu konfliktdə müharibəni davam etməkdir. Bu isə mənə görə qələbə vəd etmir, böyük itkilər, dağıntılar, xarabalıqlar vəd edir. Bu, mənim ağlımca hakim İran qüvvələrinin qarşısında dayanan iki ssenaridir. Tarixin isə ehtiyatda çoxlu variantları olur. Onu isə nə prezident Donald Trump, nə də mən bilirəm.